Salam, xoş gördük hər birinizi. Bu gün biz metafizika haqqında danışmaq istəyirik. Əsas iki sualın üzərində dayanmaq fikrimiz var. Birincisi metafizika nədir? İkincisi isə metafizika niyə lazımdır? Metafizika nədir? Yəni biz bu suala qısa şəkildə necə cavab verə bilərik? Metafizika reallığın ən fundamental strukturunun sistematik şəkildə öyrənilməsidir. Ənənəvi fəlsəfədən etibarən, yəni ta qədim fəlsəfədən etibarən, antik fəlsəfədən etibarən metafizika fəlsəfədə mühüm yer tutan tərkib sahələrindən biri olmuşdur. Və müasir dövrdə biz metafizikada əsas iki sualı fərqləndirə bilərik. Məsələn, birinci sual nə vardır? İngilis dilində what is there? Kimi şəklində bu ifadə edilir və var olanı biz necə xarakteristik edə bilərik? Yenə də ingilis dilində bu sualın qarşılığı what is it like? Yəni bu şəkildə səslənir. Və metafizikanın özünün də tərkibində müxtəlif sahələri biz fərqləndirə bilərik. Bunlardan ən mühüm olan bu ontologiyadır. Digəri isə bu kosmologiyadır. Yəni ontologiyanın özünün də bir sıra maraqlı sualları vardır. Məsələn, nə mövcuddur və ya nə mövcud ola bilər? Başqa bir sual, məsələn, hər hansı bir götürülmüş subyektin və ya obyektin hansı əlamətləri bu zəruri əlamətlərdir, hansılar isə bu təsadüfi əlamətlərdir. Və yaxud daha fərqli bir sual üzərindən biz düşünə bilərik. Biz nə vaxt deyə bilərik obyekt və ya subyekt dəyişir və biz nə vaxt deyə bilərik ki, obyekt və ya subyekt mövcudluqdan qeyri-mövcudluğa keçid alıb. Növbəti sual ola bilər, məsələn, biz hansı əlamətlər və ya meyarlar əsasında müxtəlif obyektləri və ya subyektləri qruplaşdıra bilərik və ya onları bir-birindən ayıra bilərik və s. Yəni bu ontologiyanın bir sıra vacib, maraqlı suallarıdır. Və kosmologiyanın da öz sualları vardır. Məsələn, ilkin səbəb nədir? Yəni kainatın ilkin səbəbi nədir? Və yaxud kainatın ilkin və fundamental elementləri nədən ibarət ola bilər? Və yaxud kainatın özünün xüsusi bir məqsədi var, yoxsa yoxdur? Yəni kainatda baş verənlər bu xüsusi bir məqsədə xidmət edən və xüsusi bir məna kəsb edən zəncirvari hadisələr sistemidir, yoxsa burada heç bir xüsusi məna, xüsusi bir məqsəd gizlənmir. Bu sadəcə təsadüfən baş verən hadisələr toplusundan başqa bir şey deyildir. Və s. Yəni bu da kosmologiyanın bir sıra maraqlı suallarıdır. Amma təbii ki, istər bütövlükdə metafizika, istər onun ayrı-ayrı sahələri, yəni konkret burada bizim haqqında bəhs etdiyimiz ontologiya və kosmologiyanın sualları yalnız bunlardan ibarət deyildir. Amma sadəcə ümumi bir təsəvvür formalaşdırmaq üçün, yəni biz qısaca olaraq metafizika və onun tərkib hissəsi kimi ontologiya və kosmologiyadan bəhs etdik. Və bir daha qeyd etsək, deməli metafizika nədir? Metafizika reallığın ən fundamental strukturunun sistematik şəkildə öyrənilməsidir. Deməli, metafizika niyə lazımdır? Yəni biz bu suala keçid alsaq, deyə bilərik ki, metafizika elmlər tərəfindən təqdim edilən eksperimental nəticələrin mənalandırılması üçün, şərh edilməsi üçün xüsusi bir çərçivə yaradan vacib elementdir. Yəni biz bu fikri bir qədər başqa şəkildə ifadə etsək, elmlər bizə yalnız empirik tədqiqat nəticəsində müəyyən nəticələr təqdim edir, eksperimental nəticələr təqdim edir
Amma bu nəticələr özlüyündə o qədər də əhəmiyyət kəsb etmir. Deməli, biz bu nəticələrin mənalandırılmasını həyata keçirməliyik. Yəni, bu nəticə nəyi ifadə edir, nəyi göstərir? Yəni, bu suala cavab vermək lazımdır ki, həmin nəticə özündə müəyyən bir əhəmiyyət daşımış olsun və həmin mənalandırılma prosesi, qiymətləndirmə prosesi bu xüsusi bir çərçivədə həyata keçirilir, yəni metafizik bir çərçivədə həyata keçirilir. Deməli, həmin metafizik çərçivə, yəni metafizikanın təqdim etdiyi çərçivə mövcud olmazsa, həmin eksperimental nəticələrin mənalandırılması, qiymətləndirilməsi qeyri-mümkün olar. Və siz deyə bilərsiniz ki, əslində hər bir eksperimental nəticənin mənalandırılması, qiymətləndirilməsi bu elmi nəzəriyyə kontekstində həyata keçirilir. Yəni burada xüsusi bir metafizik çərçivəyə, yəni nəzəriyyənin üzərində dayanan bir meta nəzəriyyəyə ehtiyac yoxdur. Yəni belə bir əks arqument irəli sürə bilərsiniz. Amma burada biz diqqət ayırmalı olduğumuz məsələ ondan ibarətdir ki, həmin meta nəzəriyyə, yəni metafizik çərçivə konkret elmi nəzəriyyə ilə eksperimental nəticə arasında bağlantının qurulmasına xidmət edir. Yəni, əgər meta nəzəriyyə və ya metafizik çərçivə mövcud olmasa, elmi nəzəriyyə ilə, məsələn, elmi müşahidə və ya elmi eksperimental nəticə arasında körpü yaratmaq mümkün olmaz. Yəni, onlar sadəcə paralel şəkildə mövcud olan və aralarında heç bir bağlantının olmadığı uyuşmaz bir elementlər, bir fenomenlər kimi mövcud olarlar. Deməli, bunlardan xilas olmaq üçün, yəni əslində hər bir alimin, hər bir elm mütəxəssisinin, ümumiləşdirsək, hər bir rasional düşünən insanın müraciət etdiyi xüsusi bir meta nəzəriyyə, bir məsələn, metafizik çərçivə mövcuddur. Yəni, ola bilsin ki, bu müraciət, bu şüurlu akt deyil, yəni bu sanki bir avtomatik bir reallaşacaq bir prosesdir, intellektual prosesdir. Amma istənilən halda hər bir eksperimental nəticənin mənalandırılmasının və onun elmi nəzəriyyə ilə uzlaşdırılmasının arxasında bir meta nəzəriyyə, bir metafizik çərçivə dayanır. Məsələn, bir misal üzərindən fikrimizi ifadə edək. Biz, məsələn, elmi psixologiyada bütün mental vəziyyətlərin, yəni psixi vəziyyətlərin təyin edici funksiyasını insanın beyin vəziyyəti təşkil edir. Yəni, beyin bu müstəqil bir substansiyadır və insanın mental sistemi bu asılı substansiyadır. Yəni, insan beynində baş verən hər hansı bir dəyişiklik səbəb-nəticə zənciri üzrə, yəni belə bir funksional asıllıq üzrə insanın mental sisteminə öz təsirini göstərmiş olur. Və beyin vəziyyətinin, məsələn, insanın genetik informasiyasından asılılığı ola bilər və yaxud ətraf mühitdən qəbul etdiyi input siqnallardan asılılığı ola bilər. Amma istənilən halda input siqnallar və yaxud genetik informasiya bu insanın beyin vəziyyətinin təyin edilməsinə gətirib çıxarır və həmin beyin vəziyyəti, yəni beyində baş verən neurodinamik aktivlik insanın mental vəziyyətini şərtləndirir. Yəni, onun səbəbi funksiyasını icra etmiş olur. Və mental vəziyyət də bu insanın müxtəlif aspektlər üzrə, yəni bu insanın zehni, insan şüuru, şəxsiyyəti, emosional vəziyyəti, hissləri, qavrayışı, yəni mental deyə biləcəyimiz bütün fenomenləri özündə ehtiva edən bir konseptual çərçivə funksiyasını da icra edə bilər. Və siz deyə bilərsiniz ki, bu yalnız elmi psixologiyada aparılan eksperimental nəticə və onun izahı ilə məşğul olan elmi nəzəriyyələrin gəlmiş olduğu nəticədir. Amma bütöv bu nəzəriyyə və eksperimental müşahidələr, tədqiqatlar arasında bağlantı quran bir meta nəzəriyyə, bir çərçivə
Bizim fəlsəfədə və ya konkretləşdirsək, zehin fəlsəfəsində fizikalizm adlandırdığımız çərçivə, metafizik çərçivə kontekstində həyata keçirilir. Yəni əgər biz məsələn zehin fəlsəfəsində bu meta nəzəriyyəni fizikalizmdən dualizmə keçirmiş olarıqsa, yəni insanın beyin vəziyyəti ilə insanın mental vəziyyətini ayrı-ayrı müstəqil substansiya kimi qəbul etmiş olarıqsa, onda bizim eksperimental şəkildə əldə etmiş olduğumuz bütün nəzəriyyələrin və yaxud tədqiqatların yenidən mənalandırılması, yenidən qiymətləndirilməsi zərurəti yaranmış olacaq. Yəni biz qısa şəkildə fikrimizi məsələn bu psixologiya üzərində izah etməyə çalışdıq, amma bu yalnız psixologiyaya aid deyildir. Yəni siz hər bir elmdə, yəni bu fizikadan tutmuş, kimya, biologiya, onun fərzi neuroelm, kompüter elmləri, süni intellekt və sair. Yəni bunların hər birinin üzərində, fövqündə bir meta nəzəriyyə, bir metafizik çərçivə dayanmış olur. Yəni bütöv bir eksperimental tədqiqatlar və onların nəzəriyyələr ilə, elmi nəzəriyyələr ilə uzlaşdırılması həmin çərçivə əhatəsində, çərçivə içərisində həyata keçirilir. Və növbəti bir problematik məsələ, yəni bəzi filosofların, eyni zamanda bir çox elm mütəxəssislərinin fikrincə, müasir dövrdə artıq metafizikaya ehtiyac yoxdur. Yəni metafizikanın tarixi artıq köhnəlmişdir, keçmişdir və müasir dövrdə çünki biz nə qədər istəsək belə reallığın ən fundamental strukturunun sistematik tədqiqatını həyata keçirə bilmərik. Yəni metafiziklərin əldə etmək istədikləri bir xəyaldır, bir istəkdir. Bu heç bir zaman reallaşa bilməz. Və bu istiqamətdə fikirləri irəli sürən insanların, intellektualların əsas iki argumenti vardır. Birinci argument bundan ibarətdir ki, reallıq prinsip etibarilə insan beyni və ya insan zehni tərəfindən dərk edilməzdir. Yəni onun tam şəkildə dərk edilməsi qeyri-mümkündür. Yəni çox sadə bir şəkildə izah etməli olsaq, yəni insan beyni bu qavrama prosesini həyata keçirirsə, dərk etmə prosesini həyata keçirirsə, beyin, yəni koqnitiv bir sistem olaraq bu mükəmməl bir sistem deyildir. Yəni onun da öz sərhədləri vardır, onun da öz məhdudiyyətləri vardır və məhdud olan, mükəmməl olmayan bir koqnitiv sistem vasitəsilə, yəni bütövlükdə reallığın ən fundamental tərkib hissəsinin, strukturunun öyrənilməsi qeyri-mümkündür. Və bunu belə də izah etmək olar. Yəni reallıq, yəni bu insan beyninin potensialından, onun çərçivəsindən çox-çox kənara çıxan, olduqca mürəkkəb, hətta müəyyən mənada qeyri-məhdud deyə biləcəyimiz bir fenomeni özündə ehtiva edir və məhdud olan vasitəsilə, yəni beyin vasitəsilə qeyri-məhdud olanın dərk edilməsi, qavranılması qeyri-mümkündür. Ona görə də bizim metafizikaya ehtiyacımız yoxdur. Birinci istiqamətdə argumentasiya bu şəkildə qurula bilər. İkinci halda isə argument ondan ibarətdir ki, yəni biz reallığı nə qədər obyektiv şəkildə öyrənməyə çalışsaq da, biz nə qədər bu öyrənmə prosesində, tədqiqat prosesində neytral olmağa çalışsaq da, hər bir halda bizim əldə etmiş olduğumuz nəticələrdə müəyyən bir subyektiv elementlər öz əksini tapır. Başqa sözlə, insanın gözləntilərindən, insanın inancından tamamilə sərbəst, tamamilə müstəqil olan bir reallığın öyrənilməsi, reallığın qavranılması qeyri-mümkündür. Yəni biz nəyi öyrənsək də, nəyi qavrasaq da, onun müəyyən elementləri, müəyyən tərkib hissələri bu bizim inancımızla bağlıdır, bu bizim istəklərimizlə bağlıdır və ya bizim gözləntilərimizlə bağlıdır.
Deməli, biz istənilən halda bu subyektiv elementlərdən, subyektiv tərəflərdən tamamilə xilas olaraq bir obyektiv şəkildə reallığın tam mənzərəsini, yəni fundamental strukturunu və ya tərkib elementlərini tam şəkildə qavraya bilmərik və ya öyrənə bilmərik. Yəni, bu iki arqumenti nəzərə almaq lazımdır. Yəni, biz bu arqumentlərə necə əks arqument ilə cavab verə bilərik? Yəni, metafizikanı lazımsız hesab edən, gərəksiz hesab edən arqumentlərin özünü biz necə təkzib edə bilərik? Yəni, bu halda da ən azı 2 əks arqument irəli sürmək lazımdır. Daha doğrusu, ən azı 2 əks arqument irəli sürə bilərik. Birinci halda arqument belədir ki, əgər biz metafizikanın lazımsız olduğunu, gərəksiz olduğunu arqumentləşdirmək istəyiriksə, yəni əslində bizim bir qədər əvvəl nəzərdən keçirdiyimiz hər iki arqument bu istiqamətdə idi. Yəni, bu arqumentləşdirmə prosesinin özü bir metafizik fikirləri özündə ehtiva edir. Yəni, qeyri-məhdud olan vasitəsilə üzr istəyirəm, məhdud olan vasitəsilə qeyri-məhdudun dərk edilməsi mümkün deyildir. Yəni, insan beyni limitləşmişdir, məhduddur. Onun vasitəsilə biz ən fundamental bir strukturu, tərkib hissələrini öyrənə bilmərik və s. Yəni, bu istiqamətdə fikirlərin özü artıq metafizik fikirlərdir. Yəni, metafizikadan tamamilə imtina edərək, metafizikanın lazımsız, gərəksiz olduğunu arqumentləşdirmək mümkün deyil. Əgər siz metafizikanın lazımsız olduğunu arqumentləşdirməyə başlayırsınızsa, artıq avtomatik olaraq siz metafizikanın özünə müraciət etmiş olursunuz. Yəni, bu əks arqument 1, yəni birinci əks arqumentimiz. İkinci əks arqument isə bundan ibarətdir ki, reallıq ilə bağlı mütləq əminlik heç bir halda əldə edilə bilməz. Amma bu yalnız metafizika ilə bağlı deyildir. Bu, ümumiyyətlə, rasional tədqiqatların hər birinə aid edilə biləcək bir tənqiddir və ya atributdur. Atribut kimi də qəbul edə bilərik. Yəni, biz tənqid etməkdən daha çox, yəni mütləq şəkildə reallığa dair hər hansı bir əminliyin əldə edilməsinin qeyri-mümkünlüyünü, yəni insan zəkası və insan beyni üçün xarakterik olan bir atribut kimi də qəbul edə bilərik. Amma bu xarakteristika, bu atribut yalnız metafizika kontekstində irəli sürülə bilməz. Yəni, istənilən bir rasional tədqiqat, bura həm elm və riyaziyyat da daxildir. Biz son nəticədə baxıb görəcəyik ki, əldə etmiş olduğumuz istənilən nəticələr bu mütləq şəkildə reallığın tam xarakteristikasını vermək üçün kifayət deyil. Yəni, mütləq əminliyə nail olmaq üçün kifayət deyildir. Burada yalnız biz qısa şəkildə fikirlərimizi izah edək, niyə mümkün deyildir? Yəni, hətta elmdə və riyaziyyatda da bu mümkün deyildir. Yəni, elmdə son nəticədə hər bir eksperimental tədqiqatın nəticələrini və onların mənalandırılmasını insan beyni vasitəsilə həyata keçirir. Əgər insan beyni bu mükəmməl deyildirsə, müəyyən bir məhdudiyyətlərə malikdirsə, deməli o yalnız metafizik çərçivədə tam, mütləq bir xarakteristika vermək üçün kifayət deyil. Bu, yalnız metafizika çərçivəsində deyil, eyni şeylər həm də elm üçün keçərlidir. Yəni, biz elm çərçivəsində də mütləq həqiqətin əldə edilməsinə, mütləq əminliyin, mütləq yəqinliyin əldə edilməsinə ümid edə bilmərik. Yəni, bu, hətta elmin özü üçün də keçərlidir. Çünki bir halda ki, beyin bu məhduddur, müəyyən bir çərçivələrə malikdir. Deməli, o həm də elm çərçivəsində bizə mütləq həqiqətə çata biləcək biliklər, datalar, informasiyalar verə bilməz. Hətta biz riyaziyyatın özünə baxmış olsaq belə, məsələn, riyaziyyatda 20-ci əsr analitik filosoflarından biri, yəni Bertrand Russell sadəcə
riyazi simvollar vasitəsilə kainatın, reallığın tam bir mənzərəsinin formalaşdırılmasını mümkün hesab edirdi və bu haqda bir kitab yazmağa çalışırdı. Amma bir qədər sonra, məsələn, riyaziyyatda aparılan tədqiqatlar Hödelin natamamlıq teoremləri bunun mümkün olmamasını arqumentləşdirdi. Yəni adını qeyd etdiyimiz teoremlər, yəni Hödelin natamamlıq teoremlərinə görə, yəni sistemin daxilində onun həqiqi olmasına imkan verməyəcək hər hansı bir mülahizələr həmişə mövcuddur. Yəni elə bir doğru, həqiqi mülahizələr vardır ki, onun həqiqi olmasını sistemin özü vasitəsilə arqumentləşdirmək, sübut etmək qeyri-mümkündür. Bunun üçün biz həmin sistemdən kənarda bir meta sistemə müraciət etməliyik. Meta sistemin də daxilində elə həqiqi doğru mülahizələr vardır ki, onun doğruluğunu həmin meta sistem vasitəsilə əsaslandırmaq mümkün deyil. Deməli, meta sistemin də müraciət etməli olduğu özünün meta sistemi, yəni belə demək mümkündürsə, meta sistemi olmalıdır. Yəni bu şəkildə biz həmişə müəyyən bir meta sistemin axtarışında oluruq və bu da bir fikrin arqumentləşdirilməsi üçün bir sonsuz fikir zənciri yaradır və biz son nəticədə görürük ki, yenə də ən fundamental strukturun və ya tərkib elementlərinin və ya mütləq həqiqətin əldə edilməsi prinsipcə insan beyni və ya insan zəkası üçün qeyri-mümkündür. Yəni başqa sözlə, qeyd etdiyimiz problemlər sadəcə metafizika üçün deyil, həm də elm və riyaziyyat üçün də keçərlidir. Deməli, biz əgər elmdən və ya riyaziyyatdan imtina etmiriksə, onda heç bir halda biz metafizikadan da imtina etmək üçün müəyyən bir məntiqi əsas yarada bilmərik. Və bütün bu deyilənləri biz ümumiləşdirsək, yəni metafizika biz istəsək də, istəməsək də hər bir rasional düşüncə insanının, yəni intellektual insanın imtina edə bilməyəcəyi bir sahədir. Yəni biz elm vasitəsilə yalnız bir səviyyəyə qədər davam edə bilərik. Məsələn, elmin əsas sualı nə mövcuddur, onu öyrənir. Yəni ingilis dilində what exists. Amma metafizika, yəni metafizika öyrənmə domenini, çərçivəsini olduqca genişləndirir. Yəni metafizik çərçivə elmin çərçivəsindən çox kənara çıxır. Yəni metafizika nə mövcuddur, bu sualı da ortaya qoymuş olur və bu sualdan əlavə nə mövcud ola bilər. İngilis dilində what could exist və yaxud nə mövcud ola bilməz. What could not exist və yaxud nə mövcud olmalıdır. What must exist. Yəni bu suallar sanki oxşar bir kateqoriyadan suallar kimi səslənə bilər, amma modal məntiq çərçivəsində, yəni burada olduqca dəqiq və incə məna fərqləri vardır. Yəni bu istiqamətdə biz fikirlərimizi hələ ki davam etdirmək istəmirik. Sadəcə qeyd etmək istəyirik və bir daha vurğulamaq istəyirik. Yəni metafizika hər bir rasional düşüncə insanının imtina edə bilməyəcəyi bir sahədir. Bir intellektual fəaliyyət, intellektual düşüncə sahəsidir. Bu gündən müzakirə etmək istədiklərimiz bu qədər. Suallarınız olarsa ünvanlaya bilərsiniz. Növbəti videolarda növbəti mövzuların müzakirəsini davam etdirərik. Hələlik.